Avtobuslarla sərnişin daşımada yeni xidmət növünə keçid başlanılır. Eyni zamanda da yeni maliyyələşmə mexanizminə keçid olacaq. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar imzalayıb. Qərara əsasən bundan sonra avtobuslarla sərnişin daşıma məsafə əsaslı xidmət növü ilə mümkün olacaq. Bu həm də brutto müqavilə sisteminə keçid deməkdir. Bəs brutto müqavilə sistemi nədir? Yeni maliyyələşmə mexanizmi nədir? Məsafə əsaslı xidmət növü nə deməkdir? İstərdim bu materialı sona kimi dinləyəsiniz və bu yeni sistemin sərnişinlər üçün hansı müsbət töhfələri olacağından məlumatlı olasınız. Bundan sonra ayına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə daşıyıcı şirkətlər arasında brutto müqavilə imzalanacaq. Yeri gəlmişkən deyim ki, Nazirlər Kabineti bu müqavilənin şərtləri, tərəflərin öhdəlikləri, məsuliyyət məsələləri, inzibati və ya digər hüquqi məsuliyyət tədbirləri, bu və ya digər məsələlər hamısı bu brutto müqavilə sistemində şərtlərdə öz əksini tapıb. Yeri gəlmişkən onu da deyim ki, sürücü məsuliyyətsizliyi, daşıyıcı məsuliyyətsizliyi və digər bu kimi törədilən xətalara görə ayına bugünə kimi daha təsirli tədbirlər görə bilmirdi. Amma brutto müqavilə sistemindən sonra daha təsirli hüquqi tədbirlərin görüləcəyi gözlənilir. Hətta müqavilənin ləğv olunmasına kimi daha sərt təsirli tədbirlərin görüləcəyi gözlənilir. Bütün hallarda yaxın zamanlarda bunun şahidi olacaq. Bəs danışaq brutto sistemindən. Deməli, tərəflər arasında, yəni ayna ilə daşıyıcı şirkətlər arasında müqavilə imzalanacaq. Bundan sonra şirkətlər əgər indiyənə kimi öz maliyyələşmə mexanizmini özləri həyata keçirirdisə, yəni avtobusları istismara buraxıb və o sərnişinlərdən gələn gəlirlər hamısı onların öz büdcəsində toplanırdı və maliyyələşmə mexanizmini, eyni zamanda maliyyənin idarə edilməsini sahibkarlar özləri həyata keçirir. Amma bundan sonra belə olmayacaq. Bu maliyyəni ayına nəzarət edici orqan həyata keçirəcək. Dövlət maliyyəni toplayacaq və sahibkarlarla qət etdikləri avtobusların qət etdikləri məsafəyə görə, görülən işlərin həcminə və keyfiyyətinə görə vəsait ödəniləcək. Artıq pul, başqa sözlə desək, pul deməli həmin sahibkarlarda yox, aynanın nəzarəti altında toplanılacaq. Eyni zamanda da bilirsiniz ki, bəzi şirkətlər, daşıyıcı şirkətlər var ki, axşam, xüsusilə qış fəslində, axşam saatlər ondan sonra işləmirlər. Amma bundan sonra belə olmayacaq. Ayna tərəfindən tərəflərin öhdəlikləri daxilində qrafik cədvəllər müəyyənləşdiriləcək və saatlar müəyyənləşdiriləcək ki, hansı marşrut, hansı saata kimi işləməlidir. Artıq dediyim kimi, sahibkarlar, daşıyıcı şirkətlər özləri bildikləri kimi deyil, təyin olunan, o müqavilədə öz əksini tapan saat vaxtına kimi işləməli olacaqlar ki, bu da sərnişinlərin vaxtında daşınması üçün mühüm töhfə olacaq. Yəni, axşam saatlarında da artıq sahibkarlar, daşıyıcılar, avtobuslar işləyəcək. Çünki artıq burada maliyyələşmə sərnişinlərdən gələn sərnişin sayına görə deyil, avtobusun qət etdiyi məsafəyə görə maliyyələşmə mexanizmi olduğu üçün artıq bundan sonra sahibkarlar maraqlı olacaqlar ki, gecə saatlarına kimi işləsinlər və bunun da ayna ilə deməli müzakirədən sonra hansı marşrut üzrə hansı saatlara kimi işləməlidir, bu onda deməli müəyyən olacaq. Eyni zamanda da bilirsiniz ki, 2-3 ildən bir bu sahibkarlar qiymətləri qaldırırlar, avtobuslarda gediş haqqı qalxır. Bundan sonra ehtimal olunur ki, brutto müqavilə sistemi həm də tarif siyasətinə də öz təsirini göstərir. Yəni, bu dayanıqlı tarif siyasətinə də öz təsirini göstərə biləcək. Artıq tez-tez gediş haqqı artımlarını görməyəcəyik. Hər halda ehtimallar budur, böyük ehtimallar budur. Yəni, 3 ildən, 4 ildən bir gediş haqqı artırdısa, artıq bu yeni maliyyələşmə mexanizmi uzun bir müddəti əhatə edəcək və uzun bir müddət gediş haqqı artmayacaq. Bu və ya digər deməli sərnişinlər üçün müsbət tərəfləri var brutto müqavilə sisteminin. Eyni zamanda dediyim kimi artıq burada həm sürücü məsuliyyətsizliyi, həm daşıyıcı şirkət məsuliyyətsizliyinə görə daha ağır sanksiyalar, cərimələr və hüquqi məsuliyyət tədbirləri olacaq. Odur ki,
Gözlənilir ki, yaxın gələcəkdə avtobuslarla sərnişin daşımada xidmətin keyfiyyəti daha da artsın.